Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluh. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdete min lisani yefqahu qavli emma ba'd. Əziz qardaşlar, ilk öncə Allah Subhanahu wa Ta'ala'ya həmd sənalar olsun. Allah Ta'ala bizi bir daha müvəffəq elədi. Xüsusən də bu mübarək, gözəl günlərdə, xeyirli, əzəmətli günlərdə bir yerə toplandıq. Müvəffəq eləyən Allah həmd olsun. Həqiqətən bu müvəffəqiyyət böyük bir nemətdir. Yenə deyirəm, xüsusən də fəzilətli günlərdə. Biz artıq Allahın izni ilə Zilhiccənin ilk 10 günlüyünə daxil olmuşuq və indi artıq Zilhiccənin hissəsidir, ikisi. Məğrib namazından sonra artıq ikisi, yəni ikisi gecə olur da, yəni sabahları ikisidir belə. Amma artıq məğribdən sonra tarix dəyişir, olur ikisi. İkisi gecədir. Yəni günlər, əziz qardaşlar, tez, sürətlə keçir. Çalışıb vaxtımızın qədrini bilməliyik, vaxtı dəyərləndirməliyik. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, iki nemət vardır ki, insanlar bunda aldanmışlar. Yəni bunun qədir qiymətini bilmirlər. O nemətlərdən də birisi, əziz qardaşlar, vaxtdır. İkincisi sağlamlıqdır. Vaxtın qədrini bilmək lazımdır, vaxtı dəyərləndirmək lazımdır. Çünki vaxt bizim ya lehimizə, ya lehimizə işləyir. Ona görə yəni, insan vaxtının qədrini bilməlidir. Hər keçən gün insanı bir qədər də ölümə yaxınlaşdırır. Yəni, insan elə-belə fikir verməsin. Baxmasın ki, vaxt gedir, günlər keçir, amma insan bir o qədər də ölümə yaxınlaşır. Bir o qədər haqq hesaba yaxınlaşır. Bu dünyada haqq hesab yoxdur, amma əməl var. Qəbirdə isə, axirət günü isə, qəbirdən çıxdıqdan sonra isə nə başlayır? Hesab başlayır, əməl yoxdur. Hesab, ilk elə hesab qəbirdən başlayır. Yəni, insan nə qədər ki, günlər keçir, o hesaba yaxınlaşır, ölümünə yaxınlaşır. Ona görə ölüm üçün hazırlıq görmək lazımdır. Ən gözəl hazırlıq da, əziz qardaşlar, təqvadır. Ən gözəl azuqə, ən gözəl hazırlıq da axirət üçün insanın təqvalı olmasıdır. Bəzi qardaşlar, Allahın müvəffəqiyyəti ilə, Allahın izni ilə biz bu gündən etibarən çox gözəl bir kitaba başlayırıq. Kitab fəzilətlər barəsindədir. Salih əməllərin fəzilətləri barəsindədir. Əziz qardaşlar, kitabın adı, tam adı belədir. Əl-əməlus salih xeyru zəd və xeyru rafiqin li yevmil məad. Mənası odur ki, salih əməl axirət üçün ən yaxşı azuqə və ən yaxşı yoldaşdır. Salih əməl axirət üçün ən yaxşı azuqə və ən yaxşı yoldaşdır. Yəni, qısa desək, salih əməl kitabını götürürük. Əl-əməlus salih, kitabu Əl-əməlus salih, Əl-əməlus salih kitabını götürür. Yəni, salih əməllər barəsində olan fikhi üslubda tərtib olunubdur. Birinci fikhi bölümlər təharətdən, namazdan belə başlayaraq davam eləyir. Yalnız burada, əziz qardaşlar, salih əməllərdən söhbət gedir. Yəni, salih əməllərə həvəsləndirmək, rəğbətləndirmək, insanları yönləndirmək üçündür. Yəni, insanlar etdiyi əməllərin fəzilətini, savabını bilsin deyə. Və savabı, fəziləti də biləndə nə olur? Axirət üçün ən yaxşı azuqa toplayırsan və bilirsən ki, axirətin üçün də sənin ən gözəl yoldaşın, ən yaxşı yoldaşın nədir? Salih əməllərdir. Onun üçün də biz bu dünyadayıq və bu dünyada da biz fürsətdəyik. Nə qədər ki, nəfəsimiz gedir, gəlir, fürsətdir. Və əziz qardaşlar, bu fürsəti də dəyərləndirmək lazımdır. Küçümsəmək olmaz. Vaxtımızın qədrini bilib, salih əməllərini işləyib və axirət üçün gözəl azuqa toplayıb, gözəl yoldaş etmək lazımdır özümüz üçün axirətdə. Bizə yoldaş lazımdır. O da nədir? Salih əməl.
Və əziz qardaşlar, kitab Şeyx Sami Muhammedin kitabıdır. Salih Əl-Əməl-i Salih kitabı. Kitabdakı bütün hədislərin hamısı, 2000-dən çox hədis var. Kitabda hədislərin hamısı səhih hədislərdir, zəif hədis yoxdur. Hamısı səhih hədislərdir. Yəni, arxayın, rahat, buradan eşitdiyin daha hədisləri biləcəksən ki, artıq yəni səhih hədislərdir. Və səhihlik də Şeyx Albaninin hədisləri hökm verməsi üzərində və digər alimlərin də hədisləri hökm verməsi üzərindən toplayıb yazıbdır bu kitabı, əziz qardaşlar. Deməli, əziz qardaşlar, hədis birinci bölümdə belə deyir müəllif. Bəbu tahara, təharət bölümü, yəni təmizlik bölümü. Təmizlik bölümü. Ət-təsmiyyətu indəl vudu. Dəstəmazda Bismillah demək. Yəni Allahın adını çəkmək. Dəstəmaz alarkən Bismillah deyərək dəstəmaz almaq barəsindədir. Birinci hədis, əziz qardaşlar, deyir ki, müəllif an Əbi Hüreyrətə radiyallahu anhu qalə Rasulullah sallallahu aleyhi və səlləm la salətə limən la vudu'ə ləh və la vudu'ə limən ləm yəzkur ismillahi teala aleyhi. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdu. Dəstəmazı olmayanın namazı yoxdur və dəstəmazında da uca Allahın adını çəkməyənin də dəstəmazı yoxdur. Deməli, əziz qardaşlar, hədisi Əbu Hüreyrə radiyallahu anhu rəvayət etmişdi. Çalışacağım Allahın izni ilə hər hədisdə olan sahabələrdən, hər dərsdə 3-5 belə o barədə çox qısa bir məlumat verim, fayda üçün. Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sahabələrindəndir və Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən çoxlu hədis rəvayət etməkdə tanınan sahabədir. Birinci yerdədir, ən çox hədis rəvayət etməkdə. Əbu Hüreyrə radiyallahu anhu, əziz qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında 3 il qalmışdı. Amma buna baxmayaraq, çoxlu hədislər əzbərləmiş və çoxlu hədislərdə rəvayət etmişdi. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yanında, daimi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında olardı. Hətta bəzi əsərlərdə gəlib ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin evinin qabağında gəlib yatardı, uzanardı ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm evindən çıxanda ilk bundan qarşılaşardı və nə olardısa da ilk bu eşitsin və əzbərləsin, öyrənsin və insanlara çatdırsın Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sözlərini və əməllərini. Qısa olmağına baxmayaraq deyirik ki, əziz qardaşlar, çoxlu hədislər rəvayət edirik. Yəni, 3 il Peyğəmbərimiz sallallahu aleyhi və səlləmlə bir yerdə olubdur. Yəni, digər hədisləri də hardan bilibdir? Yəni, əvvəl Peyğəmbərimiz sallallahu aleyhi və səlləm 3 ildən qabaq Mədinədə olubdur. Yəni, ümumən Peyğəmbərimiz sallallahu aleyhi və səlləm 23 il Peyğəmbərlik devri olubdur. 13 il Məkkə, 10 il Mədinə. Yəni, bu, deyək ki, 7 ildə Mədinədə olubdur. 7 ildən sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yanına gəlibdir. İslamı qəbul edib və hədisləri əzbərləməyə başlayıb. Digər sahabələrdən, əziz qardaşlar, əzbərləyibdir. Digər sahabələrdən öyrənib, əzbərləyibdir və bunun da utanmadan, çəkinmədən Əbu Hüreyrə radiyallahu anhu əzbərləyib və hədisləri əzbərləməkdə çoxaldıbdır, həris olubdur. Az olmağına baxmayaraq, bu çoxluğu da necə nail olubdur? Digər sahabələrdən, sahabə yoldaşlarından əzbərləməklə, öyrənməklə olmuşdur. Əbu Hüreyrə radiyallahu anhunun əvvəlki adı Abdüşşəms olubdur. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ona Abdurrahman adını verir. Deyir ki, artıq bundan sonra sənin adın Abdurrahmandır və Abdüşşəms bildiyimizə görə günəşin qulu deməkdir. Bu da şirk addır, küfür addır, olmaz, haramdır. İslamda da belə bir şey var ki, əziz qardaşlar, şirk, küfür, bidət və xüsusən də kafirlərə məxsus olan ad varsa da insan bunu mütləq dəyişməlidir, gözəl ada. Amma yəni ki, heç bir mənası, pis mənası olmayan, şirk, küfür olmayan, yəni ki, yaşadığı ölkənin müsəlman cəmaatının adlarından bir adsa da dəyişməyə ehtiyac yoxdur.
Peyğəmbər sallallahu əleyhi və səlləm Əbu Hüreyrənin adını dəyişməkdə səbəb odur ki, onun adı şirk olduğuna görədir. Dəyişir Abdurrahman qoyur. Əbu Hüreyrəsi onun kunyası olur. Kunyası olur. Yəni Hüreyrə pişik deməkdir. Yəni balaca pişiyə deyilir və pişik atası. Yəni o pişikləri xoşladığına görə, sevdiyinə görə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ona o kunyanı vermişdi. Və Əbu Hüreyrə radiyallahu anh rivayət edir ki, Allah Resulü sallallahu əleyhi və səlləm belə buyurmuşdu. Dəstəmazı olmayanın namazı yoxdur. Əziz qardaşlar, namazın 9 şərti var. 9 şərtindən də birisi dəstəmazdır. Dəstəmazsız insanın namazı qəbul deyil. Mütləq insan namaz qılmaq istəyirsə də, o 9 şərtdən də birisi olan dəstəmaz şərtinə əməl etməlidir. Dəstəmaz almaq lazımdır ki, namazın qəbul olunsun. Əks halda dəstəmazsız olarsa da insan namazı qəbul olunmaz. İndi dəstəmazın yerində təyəmmüm əvəz eləyir. Təyəmmüm almaq üçün də 2 şərt var. Ya su olmamalıdır və yaxud da ki, suyu almaq üçün maniə olmayan xəstəlik. Xəstəlik olmalıdır ki, insan yəni ya xəstə olmalıdır ki, dəstəmaz almağa və yaxud da qüsul almağa mane olsun bu xəstəliyi. Və yaxud da ki, yəni su ümumiyyətcə yoxdur, ya qusula, ya dəstəmaza. Bu halda insan dəstəmazı əvəz edəcək, təyəmmüm alır. Əks halda isə insan dəstəmazsız namaz qıla bilməz. Yəni, mütləq dəstəmaz alıb namaz qılmalıdır, çünki namazın şərtlərindən birisidir. Və namaz da dəstəmazsız qəbul olunmur. Və sonra isə buyurur ki, dəstəmazda ucan Allahın adını zikr etməzsə, onun dəstəmazı yoxdur. Dəstəmazda Allahın adına, yəni Bismillah deyərək dəstəmaz almaq, əziz qardaşlar, bu hədisə görə vacibdir. Yəni, hədisin isnadı barəsində alimlər ixtilaf eləyiblər. Yəni, hədisin bir çox sahabədən varid olub bu hədis. Nəinki Əbu Hüreyrədən, bir çox sahabədən, ona yaxın sahabədən bu hədis rəvayət olmuşdur. Hədisin digər yollarına da baxanda görürük ki, yəni hədis səhih dərəcəsinə gəlib çatır. Şeyx Albani hədisə səhih deyibdir. Yəni, ixtilaf olsa da, yəni ki, bir qism alimlər bunu müstəhəb görüblər dəstəmazda, Bismillah deməyi. Bir qism alimlər isə bu hədisə əsaslanaraq vacib görüblər. Yəni, əksər alimlər isə yəni, bunun vacib olmadığını deyiblər. Amma biz hədisə baxaraq, hədisə əsaslanaraq, dəlilə baxaraq deyirik ki, Bismillah demək dəstəmazda vacibdir. Yəni, kim Bismillahsiz dəstəmaz alarsa, onun dəstəmazı batil deyil. Çünki nə şərt deyil, nə rukun deyil. İnsan şərti, rukunu tərk eləyəndə, şərti və yaxud da rukunu tərk eləyəndə o ibadət batil olur. Vacibi tərk eləyəndə isə, yəni ki, məsələ ixtilaflı olsa da, yəni ki, vacibi qəsdən tərk eləyirsə günah qazanır, amma dəstəmazı nədir? Səhihdir, doğru, düzgündür. Bu da dəstəmaz alarkən, insan dəstəmaza başlayarkən, əlini yumağa başlayanda dəstəmaz niyyəti ilə Bismillah demək lazımdır. Dəstəmaz alarkən Bismillah demək lazımdır. Vacibdir ona görə. Yaxşı, birdən insanın yadından çıxarsa, elə bu barədə də İmam Əhməddən, Rahiməllahdan soruşulur, gözəl sual olaraq. Deyir ki, harada yadına düşdüsə də dəstəmazın içində, yəni təzədən əvvəla qayıdıb dəstəmaz almağın ehtiyac yoxdur. Harada yadına düşdürsə, oradan elə Bismillah deyirsən, dəstəmaz almağında davam eləyirsən. Yəni, deyək, başına məhz çəkərkən, lap axırında ayağını yuyarkən, və yaxud da məhz çəkərkən ayağına, onda, yəni ki, insan Bismillah deyir, yəni dəstəmazını davam eləyir. Dəstəmazını davam eləyir, əvvələ qayıtmağa ehtiyac yoxdur. Amma tərtibatı pozarsa və yaxud da rukunlardan birini tərk eləyərsə və yaxud da şərtlərdən biri olmazsa, onda dəstəmaz əvvələ qayıdaraq dəstəmazı təzədən almaq lazımdır. Amma kimsə, əziz qardaşlar, unudarsa, buna görə təzədən dəstəmaz almağa ehtiyac yoxdur və dəstəmazı da səhihdir Allahın izni. Əziz qardaşlar, dedik ki, kim unutqanlıq səbəbindən Bismillah demədən dəstəmaz alarsa, onun dəstəmazı səhihdir, təzədən dəstəmaz almağına ehtiyac yoxdur. Amma qəsdən çalışır, tərk etməsin, qəsdən tərk eləyərsə, günah qazanır. Yəni, dəstəmazı inşallah ki, batil deyil. Qəsdən tərk elədiyinə görə
günah qazanır sadəcə olaraq. Hədisi, əziz qardaşlar, Əbu Davud rəvayət etmişdi. Dedi ki, hədisə də Şeyx Albani səhih demişdir. Növbəti fəsildə müəllif deyir ki, Fadlu sivaki qabləl vudu. Dəstəmazdan qabaq misvakın fəziləti. Yəni, dəstəmazdan qabaq misvakdan istifadə etmək, misvak istifadə etməyin fəziləti barəsindədir bu fəsil. İkinci hədisdə deyir ki, Əbu Hüreyrə radiyallahu anhu, Ən Əbi Hüreyrətə radiyallahu anhu, ən Rasulillahi sallallahu aleyhi və səlləm, ənəhu qal, Ləulə ən əşuqqa alə ümməti ləəmərtəhum bis-sivak ma kulli vudu'in. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurmuşdu. Əgər ümmətimə çətin olmasaydı, hər dəst namazda yanaşı misvakdan istifadə etməyi əmr eləyərdim. Hədisi Buxari rəvayət eləyibdir və İmam Əhməd Musnədində rəvayət eləyib, hədis səhihdir. Deməli, əziz qardaşlar, Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, əgər ümmətimə çətin olmasaydı, yəni çətinlik yaratmış olmasaydım, hər dəst namaz alarkən misvaklanmağı, dişlərini misvakla təmizləməyi əmr edərdim. Yəni, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ümmətinə rəhmətindəndir ki, şəfqətindəndir ki, bilir ki, bu iş ümmətinə çətin olacaqdır və yəni insanlar üçün ağır olar deyə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bunu əmr etmir, yəni vacib etmir. Əmr də vacibə dəlalət eləyir. Deməli, dəstəmaz alarkən misvakdan istifadə etmək, əziz qardaşlar, vacib deyir, müstəhəbdir. Ümumiyyətcə, dəstəmaz, ümumiyyətcə misvakdan istifadə etməyin təkid olunan sünnədir 5 yerdə. 5 yerdə dəstəmazdan misvakdan istifadə etmək, 5 yerdə misvakdan istifadə etmək təkid olunan sünnədir. Çalışıb insan bu 5 yerdə misvakdan istifadə etməyə tərk etməsin, bacardığı qədər. Yəni, vacib deyil. Deyir ki, heç bir halda misvakdan istifadə etmək vacib deyil, heç bir halda. Ümumən, bu hökm müstəhəbdir. Amma 5 yer var ki, bu 5 yerdə təkid olunan sünnədir. Təkidlə buyurulubdur. Elə birincisi dəstəmazda, ikincisi, yəni dəstəmaz alarkən, ikincisi namaza başlayarkən, üçüncüsü evə, çöldən evə daxil olarkən, dördüncüsü Quran oxuyarkən, beşincisi isə yuxudan oyanarkən. Bu 5 yerdə misvakdan istifadə etmək təkid olunan sünnədir. Başqa vaxtda da insan misvakdan heç bir səbəbsiz olaraq misvakdan istifadə eləyə bilər. Amma bu 5 yerdə yaxşıdır ki, insan nə eləsin? Çalışıb misvakdan istifadə etməyi tərk etməsin. Bir vaxtı misvakdan istifadə etmək çox gözəl, yəni insanların arasında yayılmışdı, amma təəssüflər olsun ki, bu halı indi az görürük. Bu sünnə artıq sanki tərk olunmaq üzrədir, yadırğanırmı insanlar tərəfindən? Ona görə, yəni ki, misvakdan istifadə etmək lazımdır, əziz qardaşlar. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem 14 əsr bundan əvvəl dişləri təmizləməyi bizə buyurubdur, xüsusən də 5 yerdə. Yəni, bu diş fırçasıdır, diş məcunudur. Yəni, 100-200 il bundan qabaq çıxıbdır. Amma müsəlmanlar 14 əsr bundan qabaq dişlərini təmizləyirdilər. Özdəki, yəni, çox asan üslubla. Yəni, baxsan diş fırçasına, məcununa baxsan, görsən ki, bir çox onun tərkibində olan şeylər, hamısı demək olar kimyəvi maddələrdir. Yəni, biraz faydası olsa da, yəni biraz da deyək ki, zərəri var. Amma misvak ki, o istifadə olunan o çubuq ki var, onun heç bir zərəri yoxdur. Onun zərəri yoxdur, əksinə insana çoxlu faydaları var və alimlər bu barədə kitablar yazıblar misvakın faydaları barəsində. Misvak, əziz qardaşlar, alətin adıdır. O, əraq ağacının kökünün çubuqlarıdır. Qumsal, yəni isti ölkələrdə, Ərəb yarımadasında, Pakistanda bu da yetişir. Əraq ağacıdır. O ağacın kökünün
çubuqlarıdır. Yəni qazırlar kökünü, o çubuqları indi gördüyümüz kimi o çubuqları kəsirlər, uzun formada olur. Sonra balaca kəsib, yəni insanlara yəni balaca formada cibdə üstündə gəzdirmək üçün təqdim eləyirlər və ya da satırlar, asan olsun deyə. Qardaş da göstərdi misvaqı. Yəni ki, yaxşısı onun o təzə təravətli olan vaxtı istifadə etməsidir. Yəni quru da misvaqdan da istifadə etmək olar. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ölüm ayağında belə əziz qardaşlar misvaqı tərk etmədi. Misvaqlandı, dişini təmizlədi, ondan sonra canını tapşırdı. Yəni belə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm misvaqdan xoşlamağı, misvaqdan istifadə etməyi xoşlayardı, çox xoşlayardı. Ona görə hətta evdə Ayşə radiyallahu anhə deyir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm çöldən evinə girəndə belə ilk yəni ailəsini qarşılayanda dişini misvaqlayaraq ailəsini qarşılayardı. Yuxudan oyanarkən də, yəni 5 yerdə. Onlardan da birisi əziz qardaşlar, bizim bu mövzumuza uyğun olaraq dəstəmaz alarkən də, insan dəstəmaza başlayarkən yaxşıdır ki, dişini misvaqlasın. Yəni 1-2 dəfə o tərəf bu tərəfə aparsın və sonra dəstəmazını alsın. Çünki dəstəmaz alanda insan ağzına, burnuna su çəkir. Və misvaqlananda da insan dişində, ağzında olan şeyləri o tərəf bu tərəf eləyəndə tərpədir. Ola bilsin ki, yəni o ağzını yuyanda, buna madmada deyil, ağzını yuyanda, yəni ki, o şeylər yaxşı təmizlənsin də, ağzında dişin arasında qalan o şeylər yaxşı təmizlənsin və ağzı yəni mükəmməl yuyulsun deyədir. Yəni bu da vacib deyil əziz qardaşlar, müstəhəbdir və təkid olunan sünnələrdəndir. Misvaq dəstəmaz alarkən misvaqdan istifadə etmək və misvaqı da fərqi yoxdur. Sağ əllə istifadə edirsən və sol əllə istifadə edirsən əziz qardaşlar, fərq etməz. Bəzən görürsən soruşurlar, aşağı yuxarı etməkmi, sağa sola etməkmi? Bu fərqi yoxdur. Fərqi yoxdur. İnsan yəni ona necə rahatdır, necə asandır, o formada misvaqdan istifadə eləsin. Yəni ki, çalışıb bu sünnəni tərk etməsin. Sonraki, əziz qardaşlar, sonraki fəsildə müəllif buyurur ki, Fadlul vudu, dəstəmazın fəziləti, dəstəmazın özünün fəziləti, yəni savabı, üstünlüyü. Üçüncü, hədisdə buyurur ki, Osman İbn Affan radiyallahu anhu qalə Rasulullah sallallahu aleyhi və səlləm mən təvadda fə əhsənəl vudu xaracət xatayahu min cəsədihi həttə təxrucə min təxti əzafirihi. Osman İbn Affan radiyallahu anhu rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdu. Kim gözəl dəstəmaz alarsa, yəni dəstəmazını gözəl formada alarsa, onun günahları bədənindən çıxar. Hətta dırnaqlarının altından olsa da belə. Bədənindən, yəni bədən deyəndə dəstəmaz əzalarından günahların hamısı çıxar, tökülər. Hətta dırnaqlarını, çünki dırnaq da nədir, dəstəmaz əzasının su dəydiyi yer hissələrindəndir deyə, o dırnağının altından olsa da belə günahları, xətaları çıxıb tökülər. Deməli, əziz qardaşlar, bu hədisi Muslim Səhih kitabında rəvayət etmişdi, hədis də səhihdir. Osman radiyallahu anhu, əziz qardaşlar, İslamın 3-cü xəlifələrindəndir, cənnətlə müjdələnmiş sahabələrdən birisidir. Elə 3-cü cənnətlə müjdələnmiş və 3-cü də xəlifədir. Birinci Əbu Bakır, ikinci Ömər, üçüncü isə Osman radiyallahu anhudur. Osman radiyallahu anhu həmçinin də Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin kürəkəni olubdur. İki qızını, Ruqayyə və Ümmü Kulsumu Peyğəmbər sallallahu aleyhi və səlləm Osman radiyallahu anhu ilə evləndirib. Biri ailə qurandan sonra, bir müddətdən sonra dünyasını dəyişir, ölür. Ondan sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ikinci qızını da onunla evləndirir və o da dünyasını dəyişəndən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, yenə də olsaydı, nədir, evləndirərdim Osmanı. Osman radiyallahu anhu çox həyalı sahabələrdən olub və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Allahın mələkləri belə ondan utanırlar.
Və Osman radiyallahu anhun fəziləti barəsində çoxlu hədislər varid olmuşdur, əziz qardaşlar, və ən üstünlərindən də cənnətlə, əziz qardaşlar, müjdələnməsi. Yəni, insanın sağlığında cənnətlə müjdələnməsi. Osman radiyallahu anhu fəzilətli sahabələrdən birisi olmuşdur. Yəni, ümumiyyətcə çalışıb insan sahabələr barəsində az da olsa məlumat almalıdır, əziz qardaşlar. Yəni, bəzən görürsən ki, başqa şeylər barəsində, başqa adamlar barəsində məlumatımız olur. Sahabələr barəsində də çalışıb məlumatımız olmalıdır. Çünki dinimiz sahabələr vasitəsilə bizə gəlib, ötürülüb çatmışdır. Və onların da bizim üzərimizdə çoxlu haqları var, əziz qardaşlar. Və haqlarından da birisi odur ki, biz onları tanımalıyıq, sevməliyik. Peyğəmbərimiz sallallahu aleyhi ve selləmin dostları olubdur. Peyğəmbərimiz sallallahu aleyhi ve selləmin yaxşı halında da, pis halında da onun yanında olublar daimi. Ona dəstək olublar, canlarından, mallarından keçiblər. Və Osman radiyallahu anhu da Peyğəmbər sallallahu aleyhi ve selləm 2 qızını verir. Və Osman radiyallahu anhu kim deyər ki, ləqəbi nədir? Zul-Nureyn, 2 nur sahibi. 2 nur sahibi. Peyğəmbərimiz sallallahu aleyhi ve selləm onu 2 nur sahibi adlandırmışdır. Və sahabə deyir ki, Allah Resulü sallallahu aleyhi ve selləm buyurmuşdur ki, kim gözəl dəstəmaz alarsa və dəstəmaz aldığına görə bədənindən, yəni dəstəmaz əzalarından, dəstəmaz aldığı əzalardan onun günahları çıxıb tökülər, hətta dırnağın altına. Burada gözəl dəstəmaz deyəndə, əziz qardaşlar, dəstəmazı kamil, mükəmməl sünnələri ilə əvvəlindən axırına kimi tərtibatı ilə və sünnələri ilə və kamil, tam formada dəstəmazı almaq, gözəl formada dəstəmazı almaqdır və kim belə eləyərsə də onun dəstəmaz əzalarından günahları çıxar və hətta dırnağının altından olsa da belə günahları çıxıb təmizlənir. Bir təsəvvür edin ki, bir insan bir gündə bir 5 dəfə dəstəmaz alırsa da, 5 dəfə dəstəmaz aldığına görə də 5 dəfə də günahları təmizlənir, əziz qardaşlar. Bu hələ təkcə dəstəmazına görədir. Dəstəmazına görədir. İndi gör başqa namaz və digər başqa ibadətlərlə necə. Sonraki, elə bu fəsilə aid olaraq, sonraki 4-cü hədisdə belə buyurulur. Əbi Əyyub radiyallahu anhu qalə səmiyyətu Rasulullah sallallahu aleyhi və səlləm yəqul mən təvadda kəmə umir və mən sallə kəmə umirğufirə ləhu mə qaddəmə min əməlin. Deməli, əziz qardaşlar, Əbu Əyyub radiyallahu anhu Əl-Ənsari deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə dediyini eşitdim. Kim əmr olunduğu kimi dəstəmaz alarsa və kim də əmr olunduğu kimi namaz qılarsa, onun keçmişdə əməl etdiyi günahları bağışlanar. Hədisi Nəsai Sünən kitabında rəvayət etmişdi. Hədisə Şeyx Albani səhih demişdi, əziz qardaşlar. Deməli, əziz qardaşlar, Əbu Əyyub Əl-Ənsari radiyallahu anhu Peyğəmbərimiz sallallahu aleyhi ve səlləmin sahabələrindəndir. Peyğəmbərimiz sallallahu aleyhi ve səlləm Məkkədən Mədiniyə hicrət eləyəndə Əbu Əyyub Əl-Ənsari radiyallahu anhunun evində qalır. Hətta məscidini və evini tikənib köçənə kimi. Əbu Əyyub Əl-Ənsari radiyallahu anhunun evində qalır. Və bu da həmçində fəzilətli sahabələrdəndir və Peyğəmbərimiz sallallahu aleyhi ve səlləmdən də çoxlu hədis rəvayət etməkdə tanınan sahabələrdəndir və Əbu Əyyub Əl-Ənsari radiyallahu anhu kim deyər, harada dünyasını dəyişib? Bəli, İstanbulda, dünyası indiki İstanbulda deyək ki, dünyasını dəyişibdir. Yəni qəbri də oradadır. Əbu Əyyub Əl-Ənsari Xəzrəc qəbiləsindəndir. Əbu Əyyub Əl-Ənsari, yəni ənsarlardan da Mədinə əhlindəndir. Mədinədə olan Xəzrəc qəbiləsindəndir. Və Peyğəmbərimiz sallallahu aleyhi ve selləm Məkkədən Mədiniyə hicrət eləyəndə Peyğəmbərimiz sallallahu aleyhi ve selləmi öz evində qonaq eləyir və Peyğəmbər sallallahu aleyhi ve selləm hətta öz evini
öz evi hazır olana kimi və məscidi hazır olana kimi Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Əbu Əyyub Əl-Ənsari radiyallahu anhunun evində qalıb yaşamışdı. Sonra isə öz evi hazır olandan sonra öz evinə köçmüşdü. Bu da, əziz qardaşlar, sahabələrin həmçində fəzilətinə dəlalət elə Peyğəmbər sallallahu əleyhi və səlləmə necə dəstək olması, onunla bir yerdə olması, onun üçün öz evlərini belə açması, öz evlərində qonaq etməsi, vaxtsız belə Peyğəmbər sallallahu əleyhi və səlləm onun evində uzun müddət qalır, qonaq olur və sonra öz evinə köçür Allah Rəsulü sallallahu əleyhi və səlləm. Buyurur ki, kim əmr olunduğu kimi dəstəmaz alarsa və əmr olunduğu kimi də namaz qılarsa, onun keçmiş etdiyi günahları, əməl etdiyi günahları bağışlanır. Burada əmr olunduğu kimi alimlər buyurur ki, ən azından, yəni bir dəfə də, yəni biz bilirik ki, dəstəmaz əzaları, indi növbəti fəsillərdə gələcəkdir inşallah, dəstəmazı əzaları bir dəfə yumaqda var, yuyulan əzalar bir dəfə, 2 dəfə, 3 dəfə də var. Yəni burada deyir ki, əmr olunan forma, yəni ən azından bir dəfə də yusa, yəni insan bu fəziləti qazanmış olur, deyir. Yəni, günahlarının etdiyi, keçmişdə etdiyi, əməl etdiyi günahlarının bağışlanmasına kəffarə olur. Və yaxud alimlər deyir ki, əmr olunan forma, yəni ki, tam, kamil sünnələri ilə, çünki burada əmr deyiləndə vacib, nəzərdə tutulan nədir? Vacib. Yəni, ikinci, üçüncü səfər yumaq vacibdirmi? Yox. Sünnədir, müstəhəbdir. Onu əmr olunan forma deyiləndə nə nəzərdə tutulur? Yəni, ən azından vacibləri yerinə yetirmək. O da birdən aşağı yoxdur. Birdən aşağı yoxdur. Bir dəfə yuyaraq insan, yəni ən azından heç olmasa bir dəfə də yusa, bu fəziləti əldə etmiş olur. Həmçinin də arxasınca namaz qılsa, yəni ki, əmr olunan formada namazı heç bir şey artırmadan, əksiltmədən namazını qılarsa, həmçinin elə burada dəstəmazdan sonra namaz qılmağın fəzilətinə də bir işarə var. Bu gələcək inşallah fəsillərdə daha aydın formada qeyd olunacaqdır Allahın izni ilə. Yəni dəstəmazdan sonra namaz qılarsa da, 2 rükət namaz qılarsa, insan olur, keçmiş günahları bağışlanır. Burada yəni namaz qılmasa da belə, əvvəlki hədisə əsasən, əziz qardaşlar, insan dəstəmaz alarsa, dəstəmaz aldığına görə elə mücərrəd, dəstəmaz aldığına görə onun günahlarına kəffarə olar, günahları bağışlanar, əziz qardaşlar. 5-ci hədisdə, eyni bu fəslin altında gələn 5-ci hədisdə buyurulur ki, Ən Əbi Hüreyrətə radiyallahu anhu qalə səmiyyətu Xalili sallallahu aleyhi və səlləm yəqul təbluğu əl-hilyətu minəl-mu'mini haythu yəbluğul vudu. Əbu Hüreyrə radiyallahu anhu rəvayət eləyir ki, sevimli dostum, əziz dostum belə dediyini eşitdim, Xəlilim. Xəlil əziz və sevimli, yaxın, insana canından da yaxın olan deməkdir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmə belə vəsf eləyərək deyir ki, əziz və sevimli dostum belə dediyini eşitdim. Möminin zinəti dəstəmazın çatdığı yerə qədərdir. Möminin zinəti dəstəmazın çatdığı yerə qədərdir. Hədisi Müslim Səhih kitabında rəvayət etmişdi, hədis səhihdir. Bəzi qardaşlar, bu, yəni axirət günü və yaxud da cənnətdə, bundan sonraki hədisdə də daha aydın gəlib, insanın dəstəmaz əzası nur saçacaq və həmçində cənnətdə nə olacaqdır, əziz qardaşlar? Zinət taxılacaq. Quran-ı Kərimdəki bu ayə əsasən yuhallavna fiha min asawira min zahabin və lu'lu'a. Onlara orada, yəni cənnətdə qızıldan və incidən qolbaqları geyindiriləcəkdir. Və yaxud da qızıldan və incidən zinətlərlə zinətləndiriləcəklər. Bu da ki, bu ayə əsasən alimlər deyirlər ki, dəstəmaz əzaları möminlərin qiyamət günü həm Peyğəmbər sallallahu əleyhi və səlləm ümmətini tanıması üçündür, həmçində cənnətdə zinət əşyaları
dəstəmaz əzalarına taxılacaqdır. Yəni kişi bu dünyada zinət əşyası geyinməsi düzgün deyil. Bu qadınlara xasdır. İstir qollu olsun, istir boynu olsun, istir ayağı olsun, istir qulaqlarına olsun. Qadınlar sırğa taxar. Qadınlar yəni boyunbağı və yaxud da ki bilərzik taxar. Kişilər taxması düzgün deyil. Bu qadınlara bənzəməkdir. Bu cənnət əhli cənnətdə taxacaqdır. Fərqi yoxdur, qadın olsun, kişi olsun. Yəni kişilərə bir dənə üzük taxmaq gəlir. O da ki, ya sağ ya sol barmağın çəçələ barmaq və yaxud da adsız barmaq ya bu əldə olsun, ya bu əldə olsun, fərq etməz. Sağ və solda bu iki barmaqdan birinə taxa bilər. Amma qadın istədiyi barmağına taxa bilər. Fərqi yoxdur, istədiyi 5 barmağından da istədiyi hamısına da taxa bilər. Hansı da xüsusi də, hansına istəsə də taxa bilər. Hamısına da istəyir sağ sol olsun, istəyir nədir? Hər hansı bir barmağına. Amma kişilər sağda, solda yalnız bu iki barmağından birinə taxa bilər. Yəni, həmçinin də bidət əhlinin və yaxud da falçıların üslublarındandır ki, cütlə taxmaq, üzük taxmaq. Sağa sola bir yerdə və yaxud da ki, cüt üzük taxmaq. Kişilərə cüt üzük taxmaq gəlməyibdir. Bir dənə üzük taxır. Ya sağ sol, adsız və yaxud da çəçələ barmağa taxır, ikisindən birinə bir dənə üzük taxır. Lazımsa da, ehtiyac varsa da eləyir, ehtiyac yoxsa da yəni ki, bu bir məcbur deyil. Hətta bir qism alimlər heç buna müstəhəb belə deməmişlər. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem onu ehtiyacdan dolayı taxmışdı. Ehtiyacdan dolayı onu Peyğəmbər sallallahu aleyhi ve sellemin o möhürü olmuşdu. Ona görə onu taxır Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem onu düzəltdirəndə belə bir qədər məşğul olur. Rəvayətdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem onu düzəltdirəndə belə bir qədər məşğul olur, sahabələrindən uzaqlaşır. Ona başı qarışdığına görə və gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrin yanına deyir ki, mən bu işlə məşğul idim deyə sizdən uzaq düşdüm və Peyğəmbər sallallahu aleyhi ve sellem götürüb tulluyur onu. Bunda alimlər gətiriblər ki, insanlar bəzən bax biz bir yerə yığılırıq, bir də görsən o telefonla oynayır, bu telefonla oynayır. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem üzüklə məşğul olduğuna görə sonra baxır ki, bu başını qatmışdı və sahabələrindən uzaq düşdü və götürüb bunu atır bunu Peyğəmbər sallallahu aleyhi ve sellem. Sahabələrindən məşğul etdiyinə görə. Amma biz bir yerə gəlirik nəyə? Söhbət eləməyə və yaxud da bir yerə gəlirik dərsi dinləməyə. Görürsən biri telefonla qurdalanır dərsdə və yaxud da biri görürsən ki, oturub heç dərs də deyil, oturublar söhbət eləməyə. Bir görürsən biri telefonla qurdalanır. Amma Peyğəmbərimiz sallallahu aleyhi ve sellem gör nə eləyib onu atıbdı qırağa sahabələrindən məşğul etdiyinə görə, sahabələrindən uzaq saldığına görə. Bir anlıq belə. Amma görün bunu insanlar indi daimi çoxlu belə eləyirlər. Çoxlu belə eləyirlər insanlar, yəni ki, bu günümüzün, yəni ki, belə deyək ki, bəlalarından, müsibətlərindən də, fitnəsindən də birisidir. Telefon insanları, bax belə, dostların da yanında dostlarına qarşı məşğul eləyir. Bəzən görsə, mənasız belə məşğuliyyət əmələ gəlir. Deməli, əziz qardaşlar, müminin zinəti qiyamət günü onun dəstəmaz əzalarında olacaqdır. Və növbəti 6-cı hədisdə buyurur ki, və anhu radiyallahu anhu anin nəbiyyə sallallahu aleyhi və səlləm qal, təbluğu hilyətu əhlil cənnəti məbləğəl vudu. Yenə Əbu Hüreyrə radiyallahu anhudan gələn hədisdə, 6-cı hədisdə buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, cənnət əhlinin zinəti dəstəmaz əzalarının çatdığı yerə qədərdir. Yəni ki, dəstəmaz əzalarının çatdığı yerdə zinət geyindiriləcək, zinətləndiriləcəkdir cənnət əhli. Cənnət əhli cənnətə həm qiyamət günü, əziz qardaşlar, həmçinin də cənnətdə. Cənnətdə. Və bu da dedi ki, kişiyə bu dünyada yaraşmaz ki, zinət taxsın. Bu bəzənmək, zinətlənmək bu dünyada qadınlara aiddir, kişilərə aid deyil. Kişilərə aid deyil. Kişilərə nə deyir cənnətdə? Necə ki, məsələn, qızıl qadınlar taxa bilər, bəli, geyinə bilər. Amma kişilərə olmaz. İpək, qadınlar geyinə bilər, bəli, amma kişilərə olmaz. Bu da həmçinin də ümumən zinətlənmək
kişilər üçün bəyənilməyən bir haldır. Gərək nə eləsin? Yəni ki, zinət əşyası kişilər taxmasınlar. Fərqi yoxdur, boyunbağı olsun, qolbağı olsun. Yəni ki, indiki müasir adamın ağzı deməyə də gəlmir. Yəni, sırğa taxanlar da var belə. Bu da ki, heç yaraşmayandır. Bu, ümumən, yəni ki, qadınlara xas olan bir şeydir ki, qulağa sırğa taxmaq və qulağa sırğa taxırsa da o gizlədilməlidir, hicabın altında gizlədilməlidir. Ümumiyyətcə, yəni qadın zinəti taxanda, çölə çıxanda o zinət əşyalarını çölə izhar etməməlidir. İzhar etməməli. Elə paltar geyinməlidir ki, qolbağı görünməsin. Həmçinin boyunbağının üstünü hicabı ilə, cilbabı ilə örtməlidir ki, görünməsin. Yəni qadınların yanında, məhrəmlərin yanında, qadın məclisində, yəni ki, açması, görsənməsi eyb etməz, problem yoxdur. Amma naməhrəmlərin yanında çöldə bu olmaz. Olmaz, qadağan olunubdur. Möminə qadın belə geyinməsi düzgün deyil. Təqva əhlinin, möminə qadının, müsəlman qadının zinəti açıq çölə çıxması şəriətlə qadağan olunubdur. Həmçinin buna da əlavə desək, ətirlənib çölə çıxması qadının. Kişi ətirlənib çıxa bilər, amma nədir? Qadın ətirlənib çölə çıxması qadağandır, haramdır, günah qazanır ona görə. Amma kişilər ətirlənib xüsusən də məscidə gedirsə, ələxüsus da cümə namazına gedirsə, ətirlənib getməsi daha yaxşıdır. Növbəti bu fəslin altında olan 7-ci hədisdə, əziz qardaşlar, buyurur ki, an İbn Məsud radiyallahu anhu qalə qilə ya Rasulallah, keyfə ta'rifu mən ləm tərə min ümmətik? Qalə sallallahu aleyhi və səlləm, uğurrun muhaccəlunə bulqun min əthəril vudu. İbn Məsud radiyallahu anhu rəvayət edir ki, dedilər, ey Allah Rəsulu, ümmətindən görmədiyini necə tanıyacaqsan? Yəni, qiyamət günü, məhşərdə ümmətindən görmədiklərini necə tanıyır? Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem bizi görməyikdir. Yəni, bizdən sonra gələnlər də və özündən sonra yaşayan indiyənə kimi, yəni, ölümündən sonra yaşayan indiyənə kimi müsəlmanları Peyğəmbər sallallahu aleyhi ve sellem görməyikdir. Yəni, ümmətindən olan bu insanları Peyğəmbərimiz sallallahu aleyhi ve sellem necə tanıyacaqdır deyə sual verdilər insanlar Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem isə buyurdu ki, üzlərində, qollarında və ayaqlarında dəstəmazın izindən buraxılan nurdan, işıqdan tanıyacaq. Dəstəmaz aldıqları iz ki var, əsərində ki, bu üzdə qalır və əldə və ayaqda qalan o əsərdən, o izdən Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, qiyamət günü ümmətimi onlardan o səbəblə, o vasitə ilə tanıyacağım. Hədisi İbn Hibbən rəvayət etmişdir. Hədisə Şeyx Albani Həsən Səhih demişdir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem öz ümmətindən, özündən sonra gələn, tanımadığı insanları qiyamət günü çox asanlıqla tanıyacaq. Necə tanıyacaq qardaşlar? Dəstəmaz əzalarından, saçan nurdan, üzündən, yəni qollarından, əllərindən və ayaqlarından olan ağlıqdan, parlaqlıqdan, nurdan Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ümmətini tanıyıb onlara şəfaətçilik edəcək. Və yaxud ki, ümmətcə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ümmətini tanıyıb başqa ümmətlərin içindən seçə biləcəkdir. Bu da onu göstərir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin ümmətinə olan xas bir əməldir, əziz qardaşlar. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem başqa ümmətlərin içindən öz ümmətini asanlıqla tapıb seçməsidir. Və bu da Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, əziz qardaşlar, ümmətinin fəzilətinə dəlalət edir. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, cənnətdə ümməti cənnətinin yarısını təşkil edəcək. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ümməti, yəni biz Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ümməti cənnətin yarısını təşkil edir. Yəni ki, ümumən ümmətlər qiyamət günü 70 dənə ümmət olacaq və onlardan 69'u cənnətin yarısını, birisi Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem ümməti isə yarısını doldurub təşkil edəcəkdir, əziz qardaşlar. Bu da göstərir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin
ümmətinin çoxluğuna və ümmətinin fəzilətinə və bərəkətinə. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, biz axırda gəlib və cənnətə əvvəldə girənlərik. Yəni biz ümmət olaraq axırıncı ümmətik. Yəni bizdən sonra ümmət yoxdur. Muhammed sallallahu əleyhi və səlləm ən axırıncı peyğəmbərdir. Peyğəmbər sallallahu əleyhi və səlləmdən, Muhammed sallallahu əleyhi və səlləmdən sonra peyğəmbər, rəsul yoxdur. Ən axırıncıdır. Xatəmül Ənbiyədir. Ən axırıncı ümmətdir və qiyamət gününə kimi də bu davam edəcək. Muhammed sallallahu əleyhi və səlləmin ümməti. Və ən xeyirli, ən üstün, ən fəzilətli ümmətdir. Və axırıncı gəlməyinə baxmayaraq qiyamət günü cənnətə girməkdə digər ümmətlərdən öndə olacaqlar. Yəni Muhammed sallallahu əleyhi və səlləm ümməti cənnətə girəcək birinci, sonra isə digər ümmətlər öz peyğəmbərləri ilə birlikdə cənnətə keçib girəcəklər Allahın izni ilə. Vaxta çox qalıb yoxsa? Az qalıb, tamamlayaq. Hə, tamamlayaq onda az qardaşlar. Hə, elə onu tamamlayaq onda. Deməli, az qardaşlar, bu günləri 7 dənə hədis götürdük və 3 dənə də fəsil götürdük. Götürdüyümüz kitabı da gələn dərsdə soruşacağım Allahın izni ilə. Müəllif Sami Muhamməddir. Şeyx Sami Muhammed, Şeyx Albaninin və digər şeyxlər, onlardan Şuayb Arnavutdur və digər şeyxlərin Şeyx İbn Bazdır. Yəni ki, hədisləri hökm verməsi üzərindən səhih və həsən hədisləri toplayıb bu kitabına yazıb. Yəni deyirəm, burada gələn kitabda gələn hədislərin hamısı mütləq olaraq səhih həsən hədislərdir. Yəni ki, arxın rahat yadda saxlayıb əməl eləyirsən. Burada o gələn hədislərin hamısı da əziz qardaşlar, salih əməllərə dəlalət eləyəndir. Hökm yox. İndi yeri gələndə əlavə fayda üçün qeydlər bildirirəm. Və birinci biz təharət bölümünü götürmüşdük. Təmizlik bölümünü dəstəmazda Bismillah demək və dəstəmazdan əvvəl misvaqdan istifadə etmək, ağızları misvaqla təmizləmək, sonra dəstəmazın fəziləti. 3-cü fəsildə bu idi. 8 dənə hədis götürdük toplum əziz qardaşlar. Bir dənə də unutduğum bir şey var idi, diqqətinizə çatdırım. Birdən sual yarana bilər ki, ayaq yolunda və yaxud da hamamda dəstəmaz alarkən Bismillah demək məsələsini, insan ayaq yolunda hamamda olsa da belə Bismillah deyib dəstəmaz almalıdır. Çünki həmən yerlərdə Allah'a zikr etmək məkruhdur, haram deyil, məkruhdur, amma dəstəmazda Bismillah demək sənədir, vacibdir. Yəni bunların ikisi qarşılaşanda vacib məkruhu üstələdiyinə görə, qaydaya görə, onda dəstəmaz alanda insan həmən o yerdə olanda, onsuz da ki, bizim əksəriyyət yerlər, dəstəmaz aldığımız yerlər o yerlərdir. İndi evdə olanda, ona görə, yəni insan hamamda olsun, ayaq yolunda olsun, dəstəmaz alanda, yenə də Bismillah deməyi çalışıb tərk etməsin, çünki hədisə əsasən vacibdir. Bununla tamamlayaq, qardaşlar, gələn dərsimizdə davam eləyərik. Dərslərimizi İnşallah Allah Taala'dan istəyirəm, Allah Taala bizi eşidib faydalanardan etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi öz dinində fəqihlərdən, dərin bilgi sahiblərindən etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizim bütün günahlarımızı bağışlasın, bizi əfv etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi daimi harada olduqsa olaq qorusun, hifz etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi burada yığıb cəm etdiyi kimi uca cənnətdə sevimli Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem yanında bizi yığsın, cəm eləsin, toplasın. Daha doğrusunu Allah bilir və sallallahu aleyhi nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcma'in. Subhanakallahumma bihamdik. Əşhədu ən la ilahe illə ənt. Əstağfiruka və ətubu ileyk.